Hər vaxtınız xeyir, əziz Aslan TV izləyiciləri. Könüllü verilişi ilə yenidən efirdəyik. Mən Şəbnəm və həmkarım. Mən Rəsul. Ənənəvi olaraq Asan könüllərinin gördüyü işlərdən və layihələrdən danışacağıq. Siz də Aslan könüllərinin sırasına qoşulmaq istəyirsinizsə və 15-26 yaş aralığındasınızsa, bizə müraciət edə bilərsiniz. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444-7444-ə zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamlı addımlayacaqsınız, əziz gənclər. Bugün studiyadakı qonağımızla ötən həftə keçirilən Bilik Karvanı layihəsi ilə bağlı danışacağıq. Bilik Karvanı layihəsinə Asan Könülləri Təşkilatının Asan Məktub sosial proqramı çərçivəsində start verilib. Asan Könüllüləri Təşkilatının sədr müavini Ayşən Camalzadə bizə daha ətraflı məlumat verəcək. Xoş gəlmişsiniz Ayşən xanım, necəsiz? Təşəkkür edirəm. Siz necəsiz? Əlayıq. Öncəliklə Bilik Karvanı layihəsi haqqında, mahiyyəti və məqsədi haqqında məlumat verməyinizi istərdik. Asan Məktub Bilik Karvanı layihəsi 6-14 yaş aralığında olan Azərbaycan müxtəlif bölgələrindən olan uşaqların, daha çox həssas qrupa aid olan uşaqlara sevinc bəxş etmək, eləcə də onları yeni tədris ilinə hazırlaşdırmaq, daha doğrusu həvəsləndirmək məqsədi daşıyır və elə sentyabr ayının 4-də bu yaxınlarda bizim açılış mərasimimiz də olmuşdu. Həmin mərasimin birinci hissəsində biz həmin uşaqlara 100 hədiyyə təqdim edə bilmişdik. Növbəti hissə isə əyləncəli hissə olmuşdur və biz də həmin uşaqlarla əyləncəli vaxt keçirə bilmişdik. Ümumilikdə Bilik Karvanı layihəsinin nə qədər uşağı əhatə edəcəyi planlaşdırılır? Azərbaycan müxtəlif bölgələrindən olan 600-dən çox uşağın arzusunu reallaşdırmaq hədəfimiz var. Qeyd etdiyiniz kimi tədbir rəsmi və əyləncəli hissədən ibarət idi. İstərdim əyləncəli hissə haqqında danışasınız. Necə keçdi? Əslində uşaqların rəylərinə əsasən çox yaxşı keçib deyə düşünürəm. Həmin əyləncəli hissədə biz Smart Sağlam İnkişaf platforması tərəfindən Kitab, Dəftər və Qələm adlı animasiyanı izlədik bizim balaca dostlarımızla bir yerdə. Daha sonra Start IT şirkət tərəfindən M-Bot futbollar orada quraşdırılmışdı. Onunla dostlar vaxt keçirdilər. Daha sonra müxtəlif ustad dərsləri təşkil olundu. Eləcə də Bilim Bakı tərəfindən təbiət laboratoriyası da gənclərimiz üçün təşkil olunmuşdu. Biz artıq uzun zamandır ki, Asan Məktub sosial proqramı ilə bağlı xəbərləri çatdırırıq. İstərdim ki, bizə proqramla bağlı daha ətraflı məlumat verəsiniz. Layihə nə vaxtdan start götürüb? Asan Məktub konsepsiyası yaradılıb 2015-ci ildən etibarən. Bu da artıq 9 ildən çox bir müddət deməkdir. Və biz bu müddət ərzində qeyd etdiyim kimi əsas məqsədimiz olan həssas qrupa aid uşaqların sevincinə şərik ola bilmişik deyə düşünmüşəm. Bu sosial proqrama necə qoşulmaq olar? Yəni vətəndaş uşaqların yazdıqları məktubları necə əldə edə bilər ki, onların arzularını reallaşdıra bilsin? Asanməktub.az saytına siz daxil olsanız görə bilərsiniz ki, onun ilk səhifələrinin artıq uşaqların məktubları ora yerləşdirib və vətəndaş daxil olub, özü məktubları oxuyub, istədiyi məktubu öhdəliyə götürə bilər. Bəs bölgələrə hədiyyələrin aparılması, hədiyyələrin uşaqlara verilməsi, ümumiyyətlə bu proses necə olur? İstərdim ki, bu barədə bizə daha ətraflı məlumat verəsiniz. Deməli, bizim müxtəlif bölgələrdə bildiyiniz kimi Asan Xidmət mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdən olan əməkdaşlar sayəsində biz az təminatlı, həssas qrupa aid olan uşaqları müəyyən edirik. Daha sonra komandamız ora gedir və həmin uşaqlara məktublar yazılır. Daha sonra yazılmış məktublar sayta yerləşdirilir. Sonra vətəndaş saytdan istədiyi məktubu götürə bilir və yaxud biz müxtəlif layihələr həyata keçiririk. Həmin layihələr vasitəsilə də biz məktubları öhdəliyə götürməyə nail ola bilirik. Öhdəliyə götürülmüş məktublar yenidən komandamız tərəfindən yazılmış həmin o bölgələrə gedilir və həmin uşaqlara o məktublar paylanılır. Bəs bugünə qədər Asan Məktub sosial proqramına neçə uşaq qoşulub, nə qədər uşağın arzusu reallaşdırılıb? 9 ildən artıq dediyim kimi fəaliyyət göstərən bu konsepsiya artıq 10 mindən çox uşağın arzusunu reallaşdıra bilib. Bu da düşünürəm ki, kifayət qədər böyük bir rəqəmdir. Çox gözəl. Bəs Asan Məktub layihəsi indiyə qədər hansı tədbirləri və ya düşərgələri həyata keçirdi? Həyata keçirdiyimiz layihələr əslində çoxdur. Mən sizə bir neçəsini misal çəkə bilərəm. Məsələn, bizim elə bu ildə yaz aylarında həyata keçirilən Asan Məktub yaz düşərgəsi layihəmiz var. Bu dəfə də biz 1, 2 və 3 sayılı uşaq evlərindən olan uşaqlarla bir yerdə əyləncəli vaxt keçirdik. 3 gün ərzində onlarla həm öyrəndik, həm əyləndik. Müxtəlif tədbirlərdə, təlim hissələrində bir yerdə olduq.
Daha sonra bu layihə 100 nəfər uşağı əhatə etmişdi, qeyd edeyim ki. Sonra bizim Ramazan Sevinci layihəmiz var idi. Burada ümid yeri sığınacağından olan 43 uşağın hədiyyələri bizim məhz Asan Xidmət əməkdaşları tərəfindən alındı. Onlar tərəfindən məktublar öhdəliyə götürülmüşdü. Daha sonra qeyd edə biləcəyim layihələrdən biri də Bir qəlbi də səni isit layihəsidir. Burada da aksiyada əsas məqsədimiz məhz məktubların öhdəliyə götürülmə prosesini sürətləndirmək, daha çox vətəndaşa çatmaq olmuşdur. Asan məktubun beynəlxalq uğurları haqqında nələr deyə bilərsiniz? Asan məktub BMT-nin Cənub-Cənub əməkdaşlığı çərçivəsində qabaqcıl mexanizmlər və həllər portalına daxil edilib. Ayşən xanım, bir məsələyə də toxunmaq istəyirəm ki, siz az əvvəl qeyd etdiniz ki, Asan Məktub az saytına daxil olaraq məktublar öhdəliyə götürülə bilər. Bəs asanməktub.az saytına çıxışı olmayan vətəndaşlar hansısa bir nömrə ilə əlaqə saxlaya bilərmi ki, məktub öhdəliyə götürə bilsin? Elə Asan Könüllülər Təşkilatına müraciət etməklə, şəhər nömrəsi ilə 444 74 44 ilə əlaqə saxlayaraq öz müraciətlərini ünvanlaya bilərlər və bizim komandamız dərhal onlarla əlaqəyə keçəcək. Ayşən xanım, əlavəniz varsa buyurun. Təşəkkür edirik. Suallarımızı cavablandırdınız. Mən təşəkkür edirəm. Daha öncə də qeyd etdiyim kimi asanməktub.az saytı vasitəsilə və ya Asan Könüllülər Təşkilatının digər əlaqə vasitələri vasitəsilə vətəndaşlar da bizə müraciət edə və məktubları öhdəliyə götürərək, sadəcə bir məktub öhdəliyə götürərək, bir qəlbidə, isidə və balaca dostlarımızın sevincinə şərik ola, səbəb ola bilərlər. Sizə işlərinizdə uğurlar arzulayırıq. Təşəkkür edirəm. Bax belə hörmətli izləyicilər, Asan Məktub layihəsindən danışdıq. Qonağımız Asan Könüllülər Təşkilatının sədr müavini Ayşən Camalzadə idi. Siz də Asan Məktub az saytına daxil olaraq böyük sevinclərə səbəb ola bilərsiniz. Könüllü sən verilişi davam edir. İndi isə keçid alırıq Asan Könüllülərinin həftə ərzində gördüyü işlər barədə qısa məlumat verməyə. Buyur Şəbnəm, söz səndədir. Ekologiyamızı göz bəbəyi kimi qorumağa çalışan könüllülərimiz bu dəfə Xəzərin cənub sahillərini tullantılardan təmizləyib. Lənkəranda 300 kiloqram, Astarada isə 580 kiloqram tullantı toplanaraq aksiya uğurla başa çatdırılıb. Əziz gənclər, siz də bu prosesə qoşularaq ətraf mühitə öz töhfənizi verə bilərsiniz. Asan Könüllüləri uşaqlarla əyləncə dolu gün keçiriblər. Sabirabad Regional Asan Xidmət Mərkəzinin könüllüləri Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin gün ərzi qayğı mərkəzini ziyarət ediblər. Könüllülər uşaqlarla müxtəlif maarifləndirici və əyləncəli oyunlar təşkil ediblər. Asan Könüllüləri səhnələşdirdiyi tamaşaları ilə də məşhurdur. Bu dəfə Asan Könüllüləri Xoşbəxtlər Ölkəsi tamaşasını səhnələşdirib. Şəki Regional Asan Xidmət Mərkəzinin könüllülərinin təşəbbüsü ilə Şəki Dövlət Dram Teatrında nümayiş olunan Xoşbəxtlər Ölkəsi tamaşası izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Siz də Asan Könüllülərinin sırasına qoşulmaq istəyirsinizsə və 15-26 yaş aralığındasınızsa, bizə müraciət edə bilərsiniz. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444 74 44-ə zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamla addımlayacaqsınız, əziz gənclər. Hörmətli Asan TV izləyiciləri, daha bir Könüllü sən verilişinin sonuna gəldik. Hər həftə Könüllü sən izlə. Sən də bu hərəkatın bir parçası ol. Hələlik.